Salam əziz izləyicilərimiz, Multiflow qrupuna gələn hesab əməlləri mövzusundan alan bir suala baxacağıq yenə də. Hesab əməlləri mövzusu tələbələrin nisbətən çətin başa düşdüyü mövzulardan biridir və hal-hazırda gördüyünüz bu sual vurma əməlindən istifadə olunaraq yazılıb. Yəni adi alt-alta vurma əməliyyatı sadəcə bəzi rəqəmlərin yerinə fiqurlar yazılıb. Biz o fiqurları tapmalıyıq. Əsas məqsədimiz yəni bundan ibarətdir. Əvvəlcə buradan baxaq ki, bu yuxarıdakı iki rəqəmli ədədi kvadrata vuranda gördüyünüz bu ədəd alınır. Baxın, bu ədəd alınır. Və bu iki rəqəmli ədədi üçbucağa vurduqda isə aşağıdakı bu ədəd alınır. Əgər diqqətlə fikir versəz, həmin bu ədədi, iki rəqəmli ədədi üçbucağa vurduqda yenə də həmin iki rəqəmli ədədin özü alınır. Baxın, kvadrat üçbucağa vurmuşuq, yenə də kvadrat üçbucağa alınıb. Ədədlər ancaq 1-ə vuranda onların özləri alınır. Deməli, üçbucaq bizim sualımızda 1-dir. İstənilən ədədi 1-ə vuranda yenə həmin ədədin özü alınır. Misalımızdakı bütün üçbucaqların yerinə 1 yaza bilərik. Üçbucağın 1 olduğunu artıq tapmışıq. Və üçbucaq 1 isə 4-ün üzərində 1 gələndə bu qara kvadratımızın 5 olduğunu buradan görürük. Düzdür, əslində bizə heç nə vermir bunun yerinə 5 yazmaq, amma hər ehtimal qarşı artıq tapdığımızı bilək. Sonra digər tərəfdən suala yanaşaq. Kvadrat. Kvadratı 1-ə vuranda yenə də kvadratlayır. Təbiidir, 1-i nəyə vursaq yenə də üzüləyəcək. Kvadratı kvadrata vurduqda isə axırı 4 ilə qurtarır. Təbii ki, 2-ni 2-yə vuranda 4 ilə bitir, amma əvvəlində bir ədəd olmuş olmur. Sadəcə 4 olur. Deməli, biz elə bir ədəd tapmalıyıq ki, onu öz-özünə vuranda 2 rəqəmli bir ədəd alınsın. Bu da bildiyiniz kimi 8-dir. Yalnız 8-i 8-ə vuranda 2 rəqəmli bir ədəd alınır və axırı 4 ilə bitir. 8 dəfə 8, 64 eləyir. Və 8-də 1-ə vuranda 8, onu da yaza bilərik yerinə. Sonra 1-i 81-ə vuranda 81 eləyir. Və salam. Və ilə sualımızı həll etmiş olduq. Sualımızın doğru cavabı 6.